Hər kəsə salam, kanalıma xoş gəldiniz. Bugün sizinlə 11 yanvar OTK-nın 9-cu siniflər üçün keçirmiş olduğu buraxılış sınaq imtahanının detallı izahına birlikdə baxacağıq. İzaha keçmədən öncə qeyd etmək istəyirəm ki, 8, 9, 10 və 11-ci siniflərlə hazırlıq qruplarımız davam edir. Dərslər haqqında ətraflı məlumat almaq və yaxud da dərslərimizə qoşulmaq üçün yuxarıda qeyd olunan nömrənin WhatsApp-ına yaza bilərsiniz. 56-cı sualımızla başlayaq. As soon as bağlayıcımız var və digər tərəfimizdəki feilimiz keçmiş zamandadır. Bu bağlayıcı bizə bildirir ki, zaman uzlaşmasına diqqət yetirmək lazımdır. Bir tərəfdə keçmiş zamandan danışıb, digər tərəfdə indiki zamanlardan danışa bilmərəm. Həmçinin gələcək zamanda keçərlidir. Demək ki, doğru variantımız Y variantı started keçmiş zamanda olmalıdır. 57-ci sualımız bizim sonuncu OTK testlərimizdə düşən testlər kimidir. Birinci tərəfdə başqa bir hissə, daha sonra isə ikinci bir hissə verilib. Biz kənddə qaldıq, düşündüyümüz kimi uzun qaldıq və yaxud da düşündüyümüzdən daha uzun qaldıq ola bilərdi. Lakin nəzər yetirək, soda sadəcə verilib, əzi yoxdur. Much long verilib, əslində bu müqayisə dərəcəsində olmalıdır, eri yoxdur. Burada isə as verilib, müqayisə dərəcəsi yazmağa çalışılıb, tamamilə səhvdir. Here də verilib, more da verilib, tamamilə səhvdir. Burada iki variant ola bilərdi. Ya Y variantı kimi, yəni as long as, adi dərəcə, biz kənddə qaldıq, biz düşündüyümüz kimi, biz arzuladığımız kimi. Ya da ola bilərdi ki, longer than, yəni biz istədiyimizdən daha uzun qaldıq. Bu tipli testlərdə yaza biləcəyimiz variant sadəcə bu qeyd etdiyim iki variantdır. Bir adi dərəcə, bir də müqayisə dərəcəsi. 58-ci sualımızda cümləmiz inkar cümləsidir. İnkar cümləmizdə some ola bilməz. Ümumiyyətlə, törmələrdən sonra isim gələ bilməz, passengers ismimdir, anyone ondan əvvəl gələ bilməzdi. İnkar cümləmizdə ikinci inkar verilə bilməz. Every-də hər mənasında olduğuna görə tərcümə cəhətdən uyğun gəlmir. Ümumiyyətlə, elə anyone'un törmələri inkar cümlədə istifadə olunur. 59-cu sualımızdan est var, world verilib. Üstünlük dərəcəsinin qarşısında the article olmalıdır. In the world bir birləşmədir, burada da the article olacaq. Doğru cavabımız C variantı. When olan cümlənin sağ tərəfində ya sadə keçmiş, ya da sadə indiki zaman olacaq. Gələcək zaman və yaxud da bitmiş zaman ola bilməz. İndi isə variantların öz aralarında olan zaman uzlaşmasına diqqət yetirək. Keçmiş və indiki zaman ola bilməz. Keçmiş və indiki bitmiş zaman ola bilməz. Doğru cavabımız Y variantı. Hər ikisi də keçmiş zamandadır. 61-ci sualda kəmiyyət göstəricilərlə bağlıdır. Petroldan söhbət gedir, petrol sayılmayan isimdir, F-yunu çıxardıram. Yenə də ikinci cümlədə də əslində benzindən söhbət gedir. Burada da eyni zamanda benzin sayılmayan isim olduğuna görə F-yunu, menini yaza bilmərəm. İndi isə iki variant arasında qalıram. Gəlin diqqətli bir şəkildə tərcüməyə baxaq. Əgər bizim dayanmağa ehtiyacımız varsa, demək ki, o zaman bizim benzinimiz azdır. Tərcümə cəhətdən doğru cavabımız B variantı. Bizdə az benzin var, dayanıb biraz almağa ehtiyacımız var. Çox benzinimiz olsa, artıq bizim dayanmağa ehtiyacımız olmayacaq. 62-ci sualımızda nəzər yetirək. Apostrof S-dən sonra kod gələ bilməz. Dördüncüyə baxaq. Hər birinə ayrı-ayrılıqda apostrof S artırılıbsa, demək ki, bu ismimiz ortaq deyil. Hər birinə ayrı-ayrılıqda məxsusdur. Və minimal şəkildə iki nəfərdən söhbət getməli, burada cəmdə yazılmalıydı. Doğru cavabımız 2 və 3. C-nin qohumları və N-in cavabı. 63-cü sualımız mübtəda xəbər uzlaşmasıdır. Mübtədada sözünü varsa, sözündən əvvələ baxılır. News sözü təkdə olduğuna görə xəbərim də təkdə olacaq. Birinci axtarış, ikinci tali, şans, bəxt deməkdir. Üçüncü isə cəsarət, igidlik deməkdir. İndi isə gəlin variant üzrə gedək. A variantında cəsarətli davranış və yaxud da xarakter, demək ki, bu igidliyə uyğun gəlir. B variantında nə isə və yaxud da kimisə tapmağa cəhd etmək. B variantı 1-ə uyğun gəlir. C-də isə deyir ki, insanların həyatındakı şans və yaxud da bəxt. Bu isə 2-yə uyğun gəlir. Doğru cavabımız B, C, A variantı. 65-ci sualımızda variantlara nəzər yetirək. İyəlik əvəzliyinin aslı və müstəqil formalarıdır. Qısaca, aslı formadan sonra isim gəlməlidir, müstəqildən sonra isə isim gələ bilməz. Hər iki boşluğumuzun sağ tərəfində də isim yoxdur. Belə olduğu halda mən yiyəlik əvəzliyinin aslı formalarını çıxardıram. Doğru cavabımız B variantı. Hər birində də müstəqil formadır. 66-cı sualımız. Kobud və ya xoşa gəlməz söz və yaxud da hərəkətlə kimisə incitmək, əsəbləşdirmək. Doğru variantımız A variantı.
Offend, yəni kimisə incitmək, təhqir etmək. Sevindirmək, öskürmək, yaymaq, asqırmaq bunlar doğru olmayan variantlarımızdır. 67-ci sualımızda altında xətt çəkilmiş ifadəyə uyğun bir ifadə tapmaq lazımdır. Doğru cavabımız A variantı. Buradakı birləşməndə tərcüməsi bəzi səhvlər etməkdir. A-nın da tərcüməsi bəzi şeyləri yanlış etmək deməkdir. Bəzi şeyləri doğru etmək, uzun fasilə götürmək, üzr istəmək, hər şeyi doğru etmək yanlış olan variantlarımızdır. Birinci, nəzakətli, kobud, doğrudur. 2. Çiğ, pişmiş, doğrudur. 3-də hər ikisi də eyni mənadır, antonim deyil, çalışqan deməkdir. 4-də də hər ikisi əsas mənasındadır. 5-də də hər ikisi vacib mənasındadır. Doğru cavabımız 1 və 2. Kiçik mətnlərimizə keçid edək. 69-cu sualımızın tərcüməsinə baxaq. Əziz Alex, keçən həftə məktəbdə keçirdiyimiz ekoloji kampaniya haqqında sənə danışmaq istəyirdim. Biz parkı təmizlədik, ağaclar əkdik və çirklənmə ilə bağlı plakatlar hazırladıq. Hamının planet üçün birlikdə çalışdığını görmək çox ruhlandırıcı idi. Sənin dostun Ella. A variantı yanlışdır. Ella artıq keçirilmiş bir kampaniya haqqında danışır, Alexi dəvət etmir. B variantında Alex Ella ilə birlikdə ağac əkib. Mətndə Alexin kampaniyada iştirak etdiyi barədə məlumat yoxdur. C variantında Ella kampaniyadan heç zövq almayıb. Əksinə, it was inspiring cümləsi onun kampaniyanı bəyəndiyini göstərir. D variantı doğrudur. Ella ekoloji fəaliyyətlərlə qürur duyurdu. E variantı isə yanlışdır. Plakatlar Alex tərəfindən hazırlanıb deyilir, lakin orada we made posters deyir. Yəni, kampaniyada iştirak edənlər hazırlayıb. 70-ci sualımıza baxaq. Bu yay fransız dili öyrənin. 6-18 yaş arası uşaqlar və yeniyetmələr üçün interaktiv və əyləncəli yay kurslarımıza qoşulun. Peşəkar müəllimlərimiz maraqlı dərslər keçir. Şagirdlər isə mədəni fəaliyyətlər və oyunlardan zövq alır. Qeydiyyatdan keçmək üçün saytımıza daxil olun. A variantı yanlışdır. Bildirilir ki, qeydiyyata ehtiyac yoxdur, lakin saytdan qeydiyyatdan keçmək lazım olduğu qeyd olunub. B variantı yanlışdır. Kurs müxtəlif oyunlar və fəaliyyətlər təklif etmir deyilir. Lakin əksinə edir. C də yanlışdır. Kursdakı müəllimlər ixtisaslı deyil deyir, əksinə ixtisaslı olduğu qeyd olunub. D variantı da yanlışdır. Kurs 6-18 yaş arası üçün nəzərdə tutulub, lakin burada deyir ki, 18 yaşdan böyüklər üçündür. E variantı doğru cavabımızdır. Kurs dil öyrənmə və mədəni fəaliyyətlər təklif edir. 71-ci sualımızda deyilir, axtarılır. Yarı ştat kassir. Yer, City Mart, tələblər, yaxşı ünsiyyət bacarığı, əsas riyaziyyat bilikləri və müştəri xidməti təcrübəsi arzu olunandır. İş saatları dəyişə biləndir, şəxsən müraciət edin. A variantı yanlışdır. Yalnız tam ştat deyil, yarı ştat işçilər də axtarılır, lakin elə yalnız part-time axtarılırdı. B variantı yanlışdır. Yaxşı riyaziyyat müəllimi və ünsiyyət bacarığı olan biri tələb olunur. Riyaziyyat müəllimi yox, sadəcə kassir üçün əsas riyaziyyat bilikləri axtarılır. C variantı doğrudur. Ünsiyyət və riyaziyyat bacarıqları olan biri lazımdır. D variantı yanlışdır. Əvvəlki təcrübəsi olmayan namizədlərə üstünlük verilir, əksinə təcrübəlilər axtarılırdı. E variantı da yanlışdır. Yalnız tələbələr bu işə müraciət edə bilərlər. Elə bir tələbə məhdudiyyəti qoyulmur. Böyük mətnimizin tərcüməsini ekranda 5 saniyəlik paylaşacağam. Videonu dayandıraraqdan detallı formada baxa bilərsiniz. 72-ci sualımızda qeyd olunur. Mətnə əsasən cümləni tamamlayın. Gələcəkdə insanlar həmçinin 1 doğrudur, birdən çox dil öyrənməyə ehtiyac duyacaqlar. 2 yanlışdır, yeni dillər öyrənməyi dayandıracaqlar. 3 doğrudur, Afrika ölkələrində fransız dilindən istifadə edəcəklər. 4 isə yanlışdır, texnologiya qeyd olunsa da yalnız fikri yoxdur. Ümumiyyətlə bu tipli suallarda yalnız varsa 99% hallarda həmin variantımız yanlışdır. 73-cü sualımızda mətn əsasən nə haqqındadır? A variantı xarici dilləri öyrənməyin problemləri, mətndə dil öyrənməyin çətinliklərindən danışılmır. B variantı texnologiyanın dili öyrənməni necə asanlaşdırması. Texnologiya sadəcə qısa şəkildə qeyd olunub, amma əsas məsələ deyil. C variantı turizmin dilləri necə dəyişdirməsi. Yenə də turizm əsas mövzu kimi qeyd olunmur. D variantı doğrudur. Dünyada vacib dillərə yönəlməməklə. Mətn əsasən Hind, fransız, ərəb kimi dillərin gələcəkdə daha vacib olmasından, bu dillərin yayılma səbəblərindən, eləcə də çoxdilli olmağın əhəmiyyətlərindən bəhs edir. G variantı da yanlışdır. Köhnə dillərin yox olması ümumiyyətlə mətnimizdə belə bir hissə yox idi. 74-cü sualımızda yanlış olan variantın tapılması tələb olunur. A variantı doğrudur. Əhali artımı bir dilin daha çox istifadə olunmasına səbəb olur. B variantı doğrudur. Bəzi dillər gələcəkdə daha çox yayılacaq.
C variantı doğrudur. Dilləri bilmək gələcək işlər üçün çox vacib olacaq. D variantı da doğrudur. Fransız dili Afrika ölkələrində müxtəlif səbəblərə görə danışılır. Lakin Y variantı yanlışdır. Burada da fikir versək görərik ki, elə only yalnız sözü var. Bayaq da qeyd etdiyim kimi, only varsa 99% hallarda bu səhv variantdır. Gəlin tərcüməsinə baxaq. Yalnız bir dili öyrənmək gələcək uğur üçün kifayət edəcək. Əlbəttə ki, mətndə də bunun tam əksi qeyd olunur. 75-ci testimizdə sualın tərcüməsinə baxaq. Ərəb dili niyə daha vacib olur? A variantı, çünki Hindistanda yayılmağa davam edir. Bu fikrimiz Hind dili ilə bağlıdır, ərəblə yox. B variantımız doğrudur. Misir və Səudiyyə Ərəbistan dünya biznesində mühüm bir təsirə malikdir. C variantı yanlışdır. Bir çox Afrika ölkəsində hökumət üçün istifadə olunur. Yenə də bu fikir fransız dili ilə bağlıdır. D variantı yanlışdır. Hindistanda məktəblərdə, iş yerlərində və mediada istifadə olunur. Bu da Hind dili ilə bağlıdır. 5 də yanlışdır. Bir çox Afrika ölkəsi onu təhsil üçün istifadə edir. Bu isə yenə də ərəb dili ilə yox, fransız dili ilə bağlıdır. 76-cı sualımızda doğru olan variantların tapılması tələb olunur. 1. Doğrudur. Hind dili Hindistanda məktəblərdə daha vacib olacaq. 2. Doğrudur. Şirkətlər müxtəlif dilləri bilən işçilərə ehtiyac duyacaq. 3 və 4 isə yanlışdır. Bir neçə dili öyrənməyin daha çox mənfi cəhəti var, əksinə müsbət cəhəti olduğu qeyd olunur. 4 də yanlışdır. Bütün vacib dillər Avropadan gəlir. Vacib dillər arasında Hind və ərəb dili də var ki, onlar Avropadan gəlmir. Dinləməni əldə etdikdən sonra dinləmə suallarının cavablarını videonun aşağısında qeyd edəcəm. Eyni zamanda sınağın PDF-ni Telegram kanalımda paylaşmışam. Kanala daxil olaraqdan tapa bilərsiniz. Bu tipli videoların ardının gəlməsi üçün videonu bəyəndinizsə bəyən butonuna basmağı, kanala abunə olaraqdan şərh yazmağı unutmayın.